9-cu sualda nə deyir? Axıntı hızının VA olduğu nəhirdə suya görə sürətləri verilir. Vx, Vy, Vz olan üzücülər də şəkildəki kimi üzməyə başlayır. Buna görə üzücülərin qarşı tərəfə çatma zamanları arasındakı ilişki, fərq deyim necədir? Biz Nərmin bunun üçün bu V-nin damalarına baxacaq ki, bu neçə dama qarşı tərəfə gedib. Neçə dama gedib? Vx buradan, məsələn, bunu A işarə eləyir. A-dan B-yə, A sol 3. Deməli, 3. Birinci bizə verilənləri yazırıq. Vx oldu 3. Vy-də görək. Vy neçədir? Neçə? Vy? 2A. Vz neçədir? 2A. Bunu hardan bildik? Yeni damalara baxırıq. 1, baxın 1, 2. Vz 1, 2 dama. Düz dedim, 2 damadır. İndi bizdə Nərmin V var, T var, T-ni istəyir. V var, T var, S var. Biz necə tapa bilərik? Hansı düsturda istifadə edə bilərik? S nədir? S baxın, buradan buraya kimi çatma müddətidir. Baxın, bax Nərmin. Bax, VZ-ə bax, bu tərəfə gedib. Vx-a bax, Vx əslində düz getməlidir, qarşı tərəfə. Deyirək ki, qarşı tərəfə kimi üzməyə başlayıb. Vx da sola gedib. Düstur necə olacaq? V nəyə bərabər olacaq? Bölünsün T. V bərabərdir. S böl T. V ilə T necə asılıdır? Tərs mütənasib. Tərs asılıdır. Tərs asılıdırsa, V-nin böyüyü T-nin nə olacaq? Çiyi. Deməli, bizdə V ilə Z bərabərsə, deməli T də bərabərdir. Ty bərabərdir Tz. Vx böyükdürsə, o zaman Tx kiçik olacaq. Bax, Tx. Cavab da olacaq bizdə Tx böyükdürsə, onlar kiçikdirsə, olacaq B bəndi. Aydındır? Aha.